Herkese salam. Yüzünüz əsəbidir. Sorsanız niye? Çunoya bilet almak istəyir, ala bilmir. Və biz Binəqədidəyik. Yarım saata da Çuno başlayır. Çata bilməyəcəyik deyə əsəbləşir. Bugün bizim Çuno günümüzdür. Kısa siz Çunoya gedib baxırsınız. Biz subay vaxtımızdan bu yana hər dəfə gedib baxırıq. Gülməli Çunolara baxırıq. Hələ ki Mirandan getməmişik. Ne oldu? Aldın? Aldın? Onsa 15-20 dəqiqə başlayır içəridə. Hadi onu gündən anla. Orada gecikəndə biletin olanda girib baxa bilirsən əvvəlcədən biletin olanda. Amma gecikəndə bilet ala bilmirsən orada. Bildin necə? Hə, uşaqlar siqnalda tüysün. Sarı elə Murad. Hə? Murad. Ha, elə. Peki. Ben sarı da eləyirəm, dirtirləşdirir. Yox, belədir. Tüy yaxşı sarı elə. Hə? Sarı eləmədim. Belə qalsın. Hə? Bilməm belə qalsan yoxsa bir qədər. Köynə saç rəngimdə, belə ad günümdə necə idi sarı. Onu istəyirsən də. Onu da eləyəndə desəm tündürə. Nədir, bu saçın başına oynatın. Bilmirəm nə istəyirdim, amma öz istədiyimi mənim adımla danışdın. Dedin ki, bunu istəyirsən də, hə. Elə bir də mən hə demək qalmış. Yox, onu istəmirəm. Aşkım sarı da. Yox, sarı yox. Ne renk? Bu. Hə, bu. Sen sarsan bir anda sardım. Sarı eləyəndə bir Mən anda. də özü sarı eləmək istəsən başqa məsələ elə yaxşı. Hə, sarı. Aşkım, fikrimi soruşuram. Çünki bilet ala bilməyib deyə hal-hazırda çox əsəbidir. Kata geldim de hava aldı sana. Yetişe geç attı orada bura. 19 dəqiqəyə yaxşıdır. Hava aldı sana, o problem. Çula başlayıverdi. Hə? Reklamı gedir amma hələ. Hə, özə təsəvvür verir. Parkovkada bir dənə təsisə yer tapsaydım. Çıxanda yemək yeri olar onda. Orada popcorn zad atışdıra, çıxanda çay alarım. Onu alsa gec olacaq. Yox, popcorn hazır töküb verirlər. Hə, qaçırıq. Hə? Video başladı. Ha, düş. Ay, davaşı da çeşit. Ay, tez elə görək. Orada tələzə gəlmişik. Maşın bölünü vurmuşaq. O mənim ilk qəzamdır. Mən sənə geçəsən. No, deydi. Deydi. Bura gələndə popcornu pendirli alırdı. Çox tatlıdır. Hani popcornu. O popcornu var buradan. Üçüncü. Bura gençlikdir. Hara gedim ben bilmem o. Haydi Ölçay. Yaxşıyam. Otildəyəm. Yatmağa hazırlaşıram Göyçay. Gecələr mən fikirləşirsən? Ay Göyçay. Güzel. Ben Bakıya bugün gəlmişəm də. Beğendin? Ha? Necə oldu? Normal idi. Ha, axırında mahnını da oxusaydı tam olardı, hə? Çəkilişini görsərsəz. Bu mahnısı hələ... Budur, bəlkə. Və 11 yazım axı. 11 dekabrdan çıxıb da. Hə, biz gec bax. Pozu da yaxşıdır. Nə sifariş elədi? Murat, yadındadır, təzə sevgili olanda da künəyə baxırdı. O da harda baxırdı? Gənclikdə, yoxsa 28-də? 28-də Nizami kino teatrı var ya. Mən var, şəkildə köftələri belə düşür.
Kələndə köfte. Çiğ köfte istəyərəm. Ayda bu qoxusu mən bir cür edadım. Bu qədər. Şakşukadır, daha idarə məzə. Nəyli olur? O badımcanlandı, bu da şüyüklü zatdır. Yeməyimizi yedik. Gedirik mağazalar gəzmək. Saat neçədir? Kızlar biz təzə sevgili olanda şəkillərimizi ancaq yarı belə çəkirdik. Belə. Mən belə dururdum, bunu da elə. Son günlər bəyəndim. Çox. Yox, hər yeməyi bəyəndim. Dedim sifariş elədiklərimiz sayıydı. Apar qabları yürü gəl. Apar beni gəl. Bırak koyup getmə. Təmiz ol. Məryəm Seyir. Hərisini buraya götürəcəmsiniz. Bunlardan götürməsiniz size. Götür, fərqən, hərəsən gəlir. Haribon sistemi dedi bura, Gənclik Molda. Buna ne götürüyor? Bir de bundan götür. Söhbət. Kızlar deməli burada böyle bir şey var, jelibonlar. Hamısını yığmışam bu şəkildə. 10 modelli qəpiklədir. Daha hamısından bir ədəd yığdım ben. İndi gələcək. Güzel olurlar, gel. Ay Murat, ben ne oldum? Çocuk musun sen? Bakın ne etsin göster. Bir götürürsem ay yeme. Ne götürdün, nerede kalsın? Ben şimdi xoşlamam. Ben sakladım. Çok tatlı da. Oo. Değerli Murat, bir tane müşterilerimiz, trend var, mağazada Koton'dan yazıyor. aldığımız ekoloji temiz, tam sağlıklı, Ondan almak laboratuvar testinden geçmiş bütün giyimler Tut da Türkiye'de yazsın. istehsal olunur. Koton, tam senin tarzın. Ben bunları sevmem. Bunu istemiyorum. Denir. Her dəfə qız paltarlarına baxanda onu tuturam da, hər dəfə baxır da. Şəhət deyə Yəni padruqamda qız olsa alır. Prosto sen biraz böyük ölçüyə baxdın, Al heç nə olmaz Mirancı ilə. Bunun qız sevdası məni öldürəcək də. Qəşəng endirimlər var ha. Murat, bir ona gəl ha. Ama düşünürəm ki almışam eniyində. Burada Şalvarlara bak, ne geçeydi. Kızı qiymətlər də münasibət ya, 63 man. Ternova'da arada qəşəng indirimlər olur. Bax, hal-hazırda 50% indirim var. Burada sizin reklamınız var. Bu neçədir? Baxın, 99 var. Ayda bu da çox qəşəngdir. Ev teşbiri mənə gəlmir. Bəli. Kızlar, Mirana nə vaxt uyku tulumu atarım. Keçən dəfə gələndə bitmişdi. İndi baxın belə bir uyku tulumu var. 50 manatdır. Qiyməti yaxşıdır. O trend yolda da 40-45 manat. Biz inanırıq ki, siz Düzgün burada axtaracağım. bölgəsinə gəlib əli boş qayıtmayacaqsınız. Düz deyirsən. Vaykiki. Yaxşı giyinmək hər kəsin haqqıdır. Tuttum səni. Aa, nə qəşəngdir. Prost nazikdir axı. biraz nazikdir. Nazikdir. Papaqlıdır. Murat, Bununla bu eynidir. yox. Bunu bəyənmədim. Bunu bəyənmədin. Yox. Rəngi heç qəşəngdir. Ali bu çox qəşəngdir.
İçini aç göster. Ya bu her içine bu kameranın içine bu hiss edecekler muhtemelen. Bak aşağı yukarı gördünüz. Allah qəşəng bu qəşəng. Bu geyindi nazik idi. Mən səni götür geyindi üçün cavab da sən baxıb geyindi. Buzası cəncə də qəşəngdir. Deyirəm havalarını. I should have been the one who married Sebastian Klein. He only Tez qaraları Emirhan'ı da götürdük. Miran! Gel görüm bura. Gel bura. Gel açım gel. Açım. Şokolat. Şıkarmış şıkat. Sobe. Kızlar, Miran gətirmişik əyləncə mərkəzinə. Atası tutturdu ki, azadlıqdakına gedək. Dedim, ora çox getmişik. 4-5 dəfə ora getmişəm. Ninlə məhqab. Gözün çəkim çizdi. Hanı, hara getdi? Miran. Bura fullandı. Biz bunun elə bir hamısına getmişik, bura gəlməmişdik. Bura Memar Əcəmi tərəfdir. Hanı? Miran. Ay Miran. Bura o qədər çox maraqlıdır ki, yaxşı gəlmişik. Hardadır Murat? Murat tapırıq. Murat! Buradadır. Mən unuttum. Miran! Miran! Atası yuxarıda, mən aşağıda axtarım. Yürü. Otur. Otur. Ay Murat. Bir ben normal düşmeyip bir de bak. Murat. Zabra çok yaşaydı da. Memar Əcəmi tərəfə gəlirsiniz 2 dənədir. Yuxarıdakına getməmişik. Aşağıdakına gəlmişik. Başında sərfə gelir. Bu en böyüğüydü kızlar. Cici. Hadi korktum Eymen. Miran. Ay Miran. Ayak elimden alır. Bir benimdir. Benimdir. Ben düzeltmişim bunu. Ne benimdir. Bana diye bak nere. Olma. Ayakta benim değil. Murat'a diğer ki sen git öbür taraftan sen. Miran. No benim değil. Ay benim için ben çocuk. Yok adam bak. Miran saçmalama. Bekle. Yok. Ayak. Buraya kaçsın küstünden. Dedi bu. Evet koy deri. Metin ki köyüne atacakla göre. Meryem köyüne at. Meryem öpüştü seni. Öp Meryem öp. Uzatma. Uzatma parası. Tut öp. Uzatma. Hemen bunu düzelterek bekle. Meryem öp. Uzatma. Meryem öp. Diyen de öp. Omsuzundan da öp. Uzakla. Ben bağışla. Gel. Bağışladım. Ben bilmem düzeldi. Yok oldu. Yok çıkanı değiştiler bir. Yok. Bu güzel değiştiğine göre. Ayak. Sen de düzelt ata. Ayda. Ne bu da? Bu çok güzeldi. Ben bir kuruş kamı. Ben bir kuruş kamı verdi. Ata kimden mesajlaşırsan? Mama diğer ya. Ata. Ay. Yo. Oğlum benden oynamadı, ben de kızla oynuyorum. Ben başa salıram onu. Ay Murat. Bak kızımdı.
Öğrettim, sürünçək düzəltdik, gördün? Hə? Sürünçək düzəltdik, gördün? Bax, bacı. Miran bax. Bacıya bax. Gir, gir. De oturdum. Oyna. Oyna sen de. Sen de düzelt. Bacı kimi sen de düzelt. Miran. Oo. Miran bax, Miran. Oo, bax. Ay, ben pisti yanında oturmamışsan diye. Dön Miran. Ha? Miran. Ha Miran. Gel. Gelim ya ama. Gelim ya ama. Diğer adı buraydı. Yanıma gelim. Ha Miran. Gelim ya ama. Oturun. Burada oturun. Kızım. Sürünçek sadece çıkıp De. bırak poposunu koydu sürünçek. Hamdan kıskanır. Murat sen buraya işçi götürmeliydin. Hayır şu an yerde kaldı. Sen yetin yetin. Gel gel. Miran bas. Toptan bastırım gözü. Ayak yolunda çəkmək istəyirəm. Ayak yolları o qədər təmiz. İlk dəfə belə bir şeylə qarşılaşıram. Hətta ayak yolları pis gündə olur. Başqa əyləncə mərkəzlərindən olur. Çox qəşəngdir. Hətta burada uşağın belə pambisini rahatlıqla dəyişə bilərsiniz. Fen də var. Çox qəşəng, çox xoşuma gəldi. Sen, hadi sen. Murat, Murat. Go! Nerede go? Yaxşı. Ay yazıqdır, Allah bilir. Aferin. Go. İşte. Aferin. Murat neyinizle? Ay Murat. Ata nasıl oldu? Ata. Hiç ne oldu? Dişte duracak dişte. Yoruldum. Sen oyna gelin. 5 dakika gelin. Başım ağrıdı. Murat de ata ben oynatmaya gelmişsin özün yok. Gel. Murat git çağır. Git elinden tut getir git. Bak yemeği alıptı yemir. Ancak şirin şey cumur. Bu uşağın şirin sevdası bitmedi. Murat olmaz değil ala. Murat da istiyor. Yo Murat'a verme. Murat'a yok. Biz bayağı yemişik ya tamam. Sensiz biz yazmışıq. Bu çok qəşəngdir ha. Güzel böyle bir kafe var. Her şey verirler uşaqlar üçün. Abur cubur, bir de burger zat. Pizza. Pizza, burger. Nuggets. Bu kuklanı da verirler Murat. Bizim evdeki kuklacın boynu küçüktür. O götür ye. O yaptım ye. O yeme. O yeme. Hala gel.
olar. Soyuq olar. Gəl bura yatsın. Soyuq olar. Şöyle çıxartma. Soyuq olar. Açılmır, gör səni gəlib həyətə. Əli qalır, əli Açılmır, açılmır. Gəl. qalır. Marketə. Mən həmişə bunun çeşidinin dadına baxmaq istəyirdim. Bax, burada hər cürəsi var. Tam üstü oradadır. Baxın. Pustu, bunların qiymətləri 5 manatdır. Bunlar da 3-4 belə. Murad, səncə şokoladlısını alaq? Yoxsa beləsi? Bax, burada bu cürdə var. Baxan sonra istifadə. Gəl. Yasamala gəlmişik qonaq. Bir də maşın saxlama yer tapırıq. Burada mənim xoşum gəlir. Burada çox evlər, binalar var da. İnansız binalar o qədər çoxdur ki. Elə bir hər burada qalan bir dənə maşını var, 2-3 dənə. Bu nə edir bura? Bence nə yaxşıdır, bütün mağazalar var. Ev o tərəfdədir, biz saxlama yer axtarıq. Burada qalanlar səs eləsin. Qızlar, başlı və sürəm, yola baxın. Dəhşətdir. Oy, evet. Gözü görmür. Qabaqda dövrəlik, hə? Burada göz yok. Sabah sıxır qızlar necədir? Deməli, gedirik Miran bağçaya qoymaya. Oradan gedirəm dırnağımı söktürməyə. Oradan da Əhmədliyə gedib saçımı düzəltdirəcəm. Gəldim dırnaqlarımı söktürməyə. Önce elimi görüp korkudur. Bilən ki, mən çox tez bezdirdi. İlk dəfədir ki, dırnaqlarımı sökməmişəm. Şəfan dırnaqları çox qalır, prosto mən sökürəm də, özüm asılı deyil. Bu da bir 20-25 yılın dırnaqlarıdır. Bilmirəm nə edim. Burada qutarda koleksiya elədik, bir şey elədik. Necədir? Ben oval istəyirəm, kvadrat istəyirəm, bunu bir dəfə oval elədim. Sonra ovalı özümə yaraşdırıb. Sizcə? Dırnaqdan çıxdım, getdim çörək aldım. Burada pomidor yumurta elədim. Videonu burada sonlandırıram. Murad dedi saçın rəngini dəyişmək belə qəşəkdir. Dırnaq ustam da dedi ki, belə qəşəkdir. Düşündüm ki, bu əziyyətə dəyməz. Get 7-8 saat saçımı açdır elə. Onun üçün hələ ki belə qalmaq qərarına gəldim. Sizcə sarı edimmi yoxsa yox? Hələ ki qərarsız qalmışam. Ona görə etməmək qərarına gəldim. İndi gedirəm podruqamla görüşməyə. Videonu burada sonlandırıram. Bizi izlədiyiniz üçün çox sağ olun. Öpürəm sizi.